Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bilirik ki, bu gün 17 iyun sertifikasiya imtahanları təşkil olunmuşdu və sertifikasiya imtahanına kurikulumda, yəni metodikadan düşən sualların izahını mən sizlə paylaşacağam. Hansı ki biz ən çox üzərində dayandığımız mövzular, hansı ki biz ən çox üzərində işlədiyimiz mövzular, ən çox dediyimiz məqamların hər biri bu gün yenə də sertifikasiya imtahanında düşüb və bəzi ixtisaslar olur ki, hətta orada 3 taksonomiyadan sual düşüb, inteqrasiyadan yenə də sual düşüb, qiymətləndirmədən yenə də sual düşüb, yəni sinif idarə olunmasından yenə də suallar düşüb. Həmin mövzular, həmin məqamlar burada öz əksini tapıb və mən bu videoda bir neçə ixtisasın suallarını birləşdirmişəm. 14 sual var burada hal-hazırda və bu suallar müəllimlərin yadında qalan tərzdədir və necə deyək, hansı ki tam olaraq birəbir eyni fikirlər, eyni cümlələr, eyni ifadələr deyil. Ola bilər ki, bəzilərində biraz da olsa dəyişiklik olsun, amma mahiyyət etibarı ilə eyni suallardır ki, biz onsuz da Naxçıvan müəllimlərin sertifikasiyasında adi sınaq sualları təşkil edəndə də bu məqamların hər birinə toxunuruq. İndi isə gəlin sualların izahına baxaq. Birinci sualda bizə deyir ki, müəllim mətn yazır, yazdığı mətni oxudur, oxuduqdan sonra isə mənasını çıxar, yəni mənasını onun bizə anladır. Biz bilirik ki, burada hər hansısa bir başqa fənni görmürük və düşünürük ki, burada fən daxili üfüqi inteqrasiyadır. Çünki məzmun xəttləri var. Dinləyib anlama, danışma birinci məzmun xətti, oxu, yazı və dil qaydaları. Hansı ki, mətni yazmaq artıq yazı üçüncü məzmun xəttidir. Daha sonra mətni oxumaq ikinci məzmun xəttidir. Oxuduqlarının mənasını çıxartmaq, yəni biz burada məzmun xətləri arasında əlaqə qurmuşuq və deyirik ki, məzmun xətləri arasında əlaqənin qurulması fəndaxili üfüqi inteqrasiyadır və başqa heç bir fənnin də burada biz əlaqəsini görmürük. Ona görə də deyirik ki, bu inteqrasiya fəndaxili inteqrasiyadır və üfüqi inteqrasiyadır. Amma deyilənlərə görə üfüqi orada qeyd olunmayıb, sadəcə fəndaxili qeyd edilmiş. Bizim üçün də nə gözəl, yəni heç qarışdırmağa ehtiyacımız yoxdur. Ola bilsin Şagülün də verir orada. Şagülü o zaman olurdu ki, orada eyni mövzu olurdu, eyni fikir olurdu, lakin müxtəlif siniflər arasında olurdu. Burada isə məzmun xətti, yəni orada eyni məzmun xətti olur Şagülüdə, amma üfüqüdə müxtəlif məzmun xəttlər olur. 2. Mətn təqdim olunub şagirdlərə. Şagirdlər mətndəki sözlərin mənasını müəyyən ediblər və həmin sözlərdən istifadə edərək burada yeni mətn yaradılır sözünü görüb qaçıb yaratmaq götürmürük. Nəyə görə? Çünki bizdə burada deyir ki, həmin sözlərdən istifadə edərək. Necə deyirdik ki, əgər bizə mətn verilib və bu verilən mövzudan nəsə hazırlamaq tapşırılırsa, bu yaratmaq olmur. Amma deyirdik ki, mövzu verilməyibsə, şagirdlər özlərindən yeni nə isə bir yaradırlarsa, kəşf edirlərsə, bu yaratmaq hesab olunur. Burada da bizə deyir ki, həmin sözlərdən istifadə edərək, sözlər var bizdə hazır əlimizdə və həmin sözlərdən istifadə edərək biz artıq yeni mətn yaratmışıqsa, bu sadəcə və sadəcə icradır, tətbiq etmək mərhələsidir. Yaradıcılıq yoxdur. Üçüncü isə öz münasibətini bildirməklə bağlı olub. Deməli, bir dənə də taksonomiya ilə bağlı sual düşüb, amma orada bizə deyib ki, öz münasibətini bildirir. Öz münasibətini bildirmək deyirsə bizə 100% bilir ki, bu dəyərləndirmək mərhələsidir. Bizdən öz münasibətimizi soruşursa. Qiymətləndirmə ilə bağlı sual əslində, mən burada sualların variantlarını qısaltmışam biraz ki, yəni sizə daha aydın olsun deyə, yorucu olmasın deyə. Baxın, diaqnostik qiymətləndirməyə aid deyili soruşur orada. Orada tədrisinin əvvəli var imiş, planlaşdırması var imiş, diferensialığın qorunması var imiş. Amma belə bir cavabımız da var ki, şagirdlərin gündəlik fəaliyyətini izləyir və mən qısa bir PDF tərtib etmişdim qiymətləndirmə ilə bağlı ki, həmin bu məqamı orada mən qeyd etmişəm ki, gündəlik fəaliyyətin izlənilməsi deməli adlanır formativ qiymətləndirmə. Diaqnostik qiymətləndirmə deyil. Diaqnostik qiymətləndirmə gündəlik aparılmır. Ona görə də bu məqamlarda çox xahiş edirəm diqqətli olaq. Yəni bu diaqnostika aid olmayacaq. Həmin PDF-i əldə etmək istəyirsinizsə 055 270 51 25 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Daha sonra gəlir 5-ci sualımız. 5-ci sualda isə bizə deyir ki, dərs prosesi zamanı bir şagird davamlı olaraq səs salır. Digər şagirdlərin diqqətini yayındırır. Deməli, səs salıb, diqqəti yayındırıb.
və dərsin normal gedişatına mane olub. Müəllim bu vəziyyəti düzgün idarə etmək və sinifdə sağlam təlim mühiti yaratmaq üçün hansı addım atmalıdır? Bu sadə sualdır. Bizə deyir ki, bütün sinifə xəbərdarlıq etməlidir. Əgər bir şagird deyirsə, bütün sinifi biz xəbərdarlıq etmirik. Valideynlə əlaqə nə zaman saxlanılır? Bu hal davamlı baş verərsə, həmin anda psixoloqla, valideynlə artıq əlaqə saxlamaq olar. B-də deyil. C ən çox qarışdırılan məqamdır. Bax, C-də bizə deyir ki, şagirdi diqqətini dərsə cəlb etmək. Bax, buradan düzdür. Bura qədər düz gəlirik ki, şagirdin diqqətini dərsə cəlb edə bilərik. Amma deyir ki, enerjisini müsbətə yönəltmək məqsədi ilə, bax, buradan düzdür. Məqsədi ilə dərhal sinifdə xüsusi bir təşkilati vəzifə vermək. Bizə deyir ki, şagird davamlı olaraq səs salır və şagirdlərin də diqqətini yayındırır. Biz də təsəvvür edirik ki, şagirdə müəllimin köməkçisi kimi bir təşkilati vəzifə vermişik ki, şagird bunu həmin bu vəzifəsindən də biraz sui-istifadə edərək, belə deyək, sinif mühitini biraz daha da gərginləşdirəcək, biraz daha da necə deyək, özünə əminlik yaranacaq, arxayınlıq yaranacaq. Ona görə də bu variant yanlışdır. Biz onu dərhal hər hansısa bir təşkilati vəzifə vermirik. Heç ümumiyyətlə biz bilmirik ki, uşaq bu davranışı niyə sərgiləyir. Biz bunun səbəbini bilmədən bəlkə yanlış yerə istiqamətləndirəcəyik. Bəlkə diqqətini cəlb etmək üçün yanlış bir məqamlara toxunacaq. Yəni ona görə biz birinci nə etməliyik? Davranışın səbəbini müəyyənləşdirməliyik. Bunun üçün həll yolu tapmalıyıq. Artıq həll yolu kimi biz C-ni götürə bilərik. Amma birinci nə etməliyik? Bu davranışın səbəbini tapmalıyıq ki, sonra C variantını götürək. Ona görə də ən düzgün variantımız Y-dir. D-də əhəmiyyət vermədən olmaz, bilirsiniz ki, əhəmiyyət verilməməsi yanlışdır. 6 yenə də taksonomiya sualıdır. Şagirdlər mətni oxuyublar. Bilmədikləri sözlərin mənasını lüğətdə araşdırıblar. Üzülürsən, biraz tələsik yazmışam deyə hərf səhvləri var bəzi məqamlarda. Daha sonra həmin sözlərin mətndə hansı mənada işləndiyini öz sözləri ilə şərh edirlər. Öz sözləri ilə şərh olunması varsa, bu anlamaq mərhələsidir. Bilirik ki, şərh etmək ümumiyyətlə anlamaqdır. Heç düşünmədən bu variantı biz artıq qeyd edə bilirik. 7. Şagirdlər mətni oxuyur, bilmədikləri sözlərin mənasını lüğətdən araşdırırlar və daha sonra həmin sözləri fərqli situasiyalara uyğun yeni cümlələrdə işlədirlər. Yenə də bizim qarışdıracağımız bir məqamdır bu da. Bizə yeni deməli, fərqli situasiyalarda uyğun yeni cümlələrdə bu sualların bəzilərində yəni oxşarlıq var. Prosta yəni mən ümumi olaraq yığmışam hamısını bir yerə ki, hansı necə deyək, deyiliş tərzi var idi, hansı necə deyək, fikir səsləndirirlərsə, onların hər birini bir yerə yığmışam və o tip izahı verirəm ki, hər biriniz üçün hər bir detalı aydın olsun. Situasiyalara uyğundur yeni cümlələrdə işlədirlər və bu, yenə də deyirəm, yaratmaq mərhələsi olmur. Çünki yeni cümlədə işlətmək olmur. Çünki bizə deyir ki, bilmədikləri mətni oxuyub, bilmədiyi sözdə mənasını lüğətdən araşdırıb, həmin sözdə də fərqli situasiyalara uyğun yeni cümlələrdə işlədib və burada tətbiq etməkdən başqa heç bir şey yoxdur. Çünki yaratmaq olması üçün bu heç bir sözün mənasını araşdırmayacaqdır, heç bir mənaya baxmayacaqdır, özündən hər hansısa bir anladığımı tərzdəmi deyim, onu da biz anladığı tərzdə izah etməsi belə yenə də yaratmaq sayılmır. Yəni biz sözün mənasını araşdırmışıqsa, araşdırdığımız sözə uyğun başlamışıq, yeni bir biz cümlədə işlətmişiksə, bu yaratmaq sayılmır. Sadəcə və sadəcə icra var, tətbiq etmək mərhələsi olur. 8. Azərbaycan dili dərsində şagirdlər mətnini oxuyarkən oradakı təşbeh və metaforaların işləmə məqamlarını təhlil edirlər. Bu çox asandır. Yalnız fənlər arası inteqrasiya var. Dil ədəbiyyat müəllimləri bunu daha rahat bilir ki, Azərbaycan dilindən mətn oxuyurlar və təşbeh və metafora isə ədəbiyyat fənninə aiddir. Ona görə də olur fənlər arası inteqrasiya, yalnız fənlər arası inteqrasiya. Amma 9-cu sual isə biraz daha fərqli situasiyadır. 9-da bizə deyir ki, Azərbaycan dili dərsində şagirdlər verilmiş mətni oxuyur. Mətndəki köməkçi nitq hissələrini növlərinə görə qruplaşdırır. Bax, mətni oxuyur, oxu ikinci məzmun xəttidir. Deməli, köməkçi nitq hissələri isə 4-cü məzmun xəttidir. Deməli, bu məzmun xəttləri arasında əlaqə var. Bu olur fəndaxili üfüqi inteqrasiya və eyni zamanda mətndə işlənmiş təşbeh və metaforaları təhlil edirlərsə, bu da ədəbiyyatla əlaqəlidir. Yəni burada təkcə bir fən yoxdur və ya da təkcə fənlər arası yoxdur. Bu olur fən daxili inteqrasiya və fənlər arası inteqrasiya. Çünki məzmun xəttləri arasında əlaqəmiz var, yenə də deyirəm və
Təşbeh və metafora ilə əlaqələndirmə isə fənlər arası inteqrasiyadır. 10-cu sual. Müəllim ədəbiyyat dərsində şagirdlərə oxuduqları əsərin ideyası ilə bağlı müzakirə sualı ünvanlayır. Şagirdlərin mövzu haqqında təsəvvürlərinin olduğunu, mövzunu anladıqlarını müşahidə etsə də, onların böyük əksəriyyəti öz fikirlərini şifahi şəkildə ifadə etməkdə, cümlə qurmaqda, mülahizələrini əsaslandırmaqda ciddi çətinlik çəkir. Bu prosesdə müəllimin atacağı ən effektiv addım hansı olur? Deyir ki, mövzunu özü geniş şəkildə müəllim fasilitatordur, istiqamət verəndir, özü izah vermir ətraflı şəkildə. Müəllim həmin şagirdlərdir ayağa qaldıraraq gözləyirik biz onları. Xeyr, düşünmə gözləmə vaxtı maksimum 30 saniyə 1 dəqiqə ərzində aparılır. C-ni saxlayıram. Həmin şagirdin valideyn əlaqə saxlamaq səriştəsizliyimizdir. Belə vəziyyəti görməzdən gəlmək olmaz, həll etməliyik. Onun üçün də biz müəllim deyir ki, sinifdə interaktiv üsullardan istifadə etməli. Şagirdlərə əvvəlcə fikirlərini qeyd etmək, daha sonra yoldaşlarla bölüşmək imkanı yaradaraq tədricən auditoriya qarşısında danışmağa hazırlamalıdır ki, biz bu üsulları interaktiv formada qurmalıyıq, iş üsullarından effektiv şəkildə istifadə etməyə bacarmalıyıq və təlim prosesini şagirdlərə uyğun şəkildə qurmalıyıq. Daha sonra 11-ci sual. Bizə 11-ci sualda tənqidi təfəkkürlə bağlı fikri soruşurdu. Tənqidi təfəkkürlə bağlı uyğunluğu müəyyən edin. Doğruda doğru, yanlışda yanlış. Bizə deyir ki, informasiyanı qəbul edərkən və ya hər hansı məsələni təhlil edərkən subyektiv mülahizələri obyektiv mülahizələrdən ayıra bilmək. Bu düzdür ki, biz səbəb-nəticə əlaqələrini, ümumi olaraq doğru yanlışları, bütün hər hansısa bir, müsbəti mənfini ayırmaq, subyektiv, obyektiv fikirləri bir-birindən ayırmaq tənqidi təfəkkürdür. Bir doğrudur, amma 2 yanlışdır. Çünki bizə deyir ki, kənara çıxaraq fərqli ideyalar irəli sürmək. Bu artıq fərqli ideyanın irəli sürülməsi yaradıcı təfəkkürdür. 3 götürəcəyik. Nəyə görə? Çünki yanlışda qarşısında yanlış yazıb. Qarşı tərəfin arqumentlərindəki zəif nöqtələri və boşluqları tapmaq, hər bir fikrə şübhə ilə yanaşaraq qüsurları üzə çıxartmaq. Bu tənqidi təfəkkür sayılmır. Yəni biz də ancaq köklənmişik zəif nöqtələrə, ancaq boşluqları tapmağa, hər bir şeyə şübhə ilə yanaşırıq ki, bu tənqidi təfəkkürün inkişafı ola bilməz. Ona görə də yanlışdır və qarşısında yanlış yazıb deyə götürürük. 4 də doğrudur. Çünki bizə deyir ki, İnsanın öz düşüncə fəaliyyətinə kənardan baxa bilməsi bu artıq tənqidi təfəkkürümüzdür. Sonra 12. Müəllim şagirdlərə Xurşudbanu Natəvan əsərində bir epizod təqdim edir. Natəvanın xalqın rifahı naminə mülkündən və şəxsi xoşbəxtliyindən imtina etməsi danışıb da, yəni ki, budur bizim əsərimizdən bir epizod. Müəllim şagirdlərdən tələb edir ki, bu addımın mənəvi baxımdan böyük fədakarlıq, yoxsa rasional baxımdan strateji bir gediş olduğunu müəyyənləşdirmək üçün obrazın dialoqlarındakı tarixi faktlar və müəllifin subyektiv mühakimələrini bir-birindən ayırsınlar və bu qərarın arxasındakı daxili ziddiyyətləri üzə çıxartsınlar. Bizə deyir ki, taksonomiyanın mərhələsini müəyyənləşdirin. Bu müəllimlər avtomatik olaraq təhlil etməkdir. Nəyə görə? Çünki biz bunun rasional gediş olduğunu, böyük fədakarlıq olduğunu, müəllifin subyektiv mühakiməsini, tarixi faktları, bunların hər birini araşdırmalıyıq, üzərində təhlil aparmalıyıq. Yəni bunu təhlil edərək səbəb-nəticə əlaqələrini araşdıraraq biz bunun artıq tapşırığı icra edə bilərik. Başqa cür mümkünatı yoxdur. Amma 13-cü sualda isə biraz fərqlənir. 13-də bizə deyir ki, müəllim şagirdlərə Xurşudbanu Natəvan əsərindən bir epizod təqdim edir. Natəvan və Şahnaz xanım obrazlarının cəmiyyətlə idarə etməyə və islahatlara baxış sistemini lövhədə qarşı-qarşıya qoyur. Şagirdlərdən tapşırır ki, hər iki obrazın fəaliyyətini, proqramını, humanizm, iqtisadi səmərəlilik və xalqın maraqları, meyarlarını əsasən qarşılaşdıraraq dövrün tərəqqisi baxımından hansı modelin daha üstün və doğru olduğunu müdafiə etsinlər. Üzrlü sayın. Burada bizə deyir ki, müəllimin reallaşdırdığı tapşırıq idrak taksonomiyasının hansı mərhələsinə aiddir. Baxırıq ki, burada da təhlil etmək bizim qarşımıza çıxır. Yəni daha üstün, məsələn, dahanı görüb deyəcək, daha üstün və doğru olduğunu, maraqlardır. Axı burada da humanizmdir, iqtisadidir. Bunların hər birini biz araşdırmalıyıq, təhlil etməliyik, üzərində işləməliyik. Niyə görə bu təhlil etmək olmur? Çünki hər bir şagird müsbəti və mənfini, yəni
üstünlüyünü, doğru olduğunu özləri öz fikirlərinə əsasən müdafiə edirlər. Müdafiə etmək var burada. Yəni hər kəs öz fikrini müdafiə edəcək. Ona görə bu mərhələ dəyərləndirmək olur. Və sonuncusu 14-cü sualdır. Müəllim dərsin reallaşdırılması mərhələsində şagirdlərə öyrənilən mövzu ilə bağlı müstəqil iş tapşırığı verir. Tapşırığın icrası zamanı müşahidə aparan müəllim müəyyən edir ki, sinifin çox az hissəsi tapşırığı doğru yerinə yetirib. Əksər şagirdlər isə eyni tipli ciddi səhvlərə yol veriblər. Səmərəli dərs planlaşdırılması prinsiplərinə əsasən müəllimin növbəti addımı necə olmalıdır? Baxın, bizə deyir ki, sinifin əksəriyyətin çətinlik çəkdiyini nəzərə alıb, cari dərsin təlim nəticəsini biraz daha sadə məqsədlə əvəz etmək. Biz ümumiyyətlə bunu edə bilərik. Amma o zaman edirik ki, sinifin ümumi olaraq şagirdlər deməli ümumi olaraq bir çox hissəsi, yəni demək olar ki, bir 95% şagird çata bilməz o nəticəyə, o zaman biz dəyişiklik edirik. Amma çox az hissəsi deməli bizə deyir doğru yerinə yetirib, əksər şagirdlər eyni tipli ciddi səhvlərə yol veriblər. Biz ümumi olaraq burada götürüb ümumi olaraq planlaşdırmamızda təlim nəticəsini dəyişə bilmirik. Yəni tapşırığı sadələşdirə bilərik. Planlaşdırmamızı, yəni planlaşdırmadakı tapşırıqları şagirdlərin səviyyəsinə uyğunlaşdıra bilərik. Amma ümumi olaraq təlim nəticəsini sadələşdirmək isə o zaman olur ki, şagirdlərin bir 95-98% bu təlim nəticəsinə çata bilmədiyi hallarda mümkündür. Tapşırığı doğru yazan az saylı şagirdlərin cavablarını sinifdə müzakirə etmək olmaz və illik plandan geri qalmamaq üçün növbəti fəaliyyətə keçmək biz problemi həll etməliyik. Differensial təlimi təmin etmək üçün tapşırığı yazanlara daha mürəkkəb, yazmayanlara isə dərhal səviyyələrinə uyğun sadələşdirilmiş tapşırıqlar vermək, bu da qəti şəkildə yol verilməz haldır. Birinə götürək, başqa bir şey verək. Düzdür, biz şagirdlərə müxtəlif tapşırıqlar verməliyik. Amma ki, baxırıq ki, prosesə uyğun şəkildə bunu eləməliyik. Dərhal bunları götürək, qiymətləndirək, onlara daha mürəkkəbini verək, bunları götürək, tapşırıqlarını dəyişək, alsan bunları. İşte xeyr, yəni ola bilməz. Biz yəni ümumi olaraq dərsin gedişatını çevik şəkildə dəyişməliyik. Çətinlik yaradan məqamlı fərqli üsullarla yenidən izah etməliyik və müvəqqəti dəstək tətbiq etməliyik şagirdlərə ki, artıq şagirdlər müəyyən həmin o çətinlik çəkdiyi məqamları öyrənə bilsinlər. Ona görə də cavabımız olur D variantı. Bu sualların cavabları biraz oxşardır. Bu sonuncu sualda diqqətli olmağınız tövsiyə olunur. Belə dəyərli müəllimlər, hər birinizə uğurlar arzulayıram və inşallah ki, sabahda 18 iyun bizim sertifikasiya imtahanımız təşkil olunacaq. Həmin suallarla da bağlı bütün məqamları, bütün aydın olmayan və yaxud da paylaşılan sualların hər birini sizlərlə bölüşəcəm. Və kanalımıza abunə olmağı, bəyənməyi unutmayaq. Və bütün fikirlərinizi, sizə qaranlıq qalan məqamlarımızı da şərh bölməsində qeyd edə bilərsiniz.